Salam, necəsiz? Deməli, axşamdır, hardasa saat 10-dur, 22:00 və əlimdə 2 dənə döşəti var. Deyəcəksiniz ki, Leyla müəllim, nə hazırlayırsınız? Sabaha uşaqlar üçün onların sevdiyi bir şey var, onu hazırlayacağım. Amma adını deməyəcəm və siz özünüz sonda biləcəksiniz ki, adı nədir. Deməli dostlar, 2 dənə döşəti götürmüşəm. Çox da eləyə bilərsiniz, amma bu belə bir şeydir ki, elə isti-isti yemək lazımdır. Ona görə az edirəm. Uşaqların naharını edəcəm. Yaxşı-yaxşı yudum, indi doğrayacağım. Döşətini bax bu cür ayırdım. Bu cür ayırdım. Və bu şəkildə doğrayıram. Deməli, hazırdır. İndi mən sizə ipucu verəcəm dostlar. Sousu da duzlayacağım, istiyotlayacağım. Amma əvvəlcədən döşətində duzlayıb istiyotlayıram. Niyə? Çünki sousun özü duzu tamı olur, dadı olur, amma döşətinə tam keçmir. Ona görə də 15-20 dəqiqə öncədən duzlayıb istiyotlayıram. Necə qarışdırıram. 15 dəqiqə gözləyəcək. Sonra bunu qatacağım sousun içinə. Deməli, götürdüm bax belə bir qab. İndi əlavə edirəm. Stəkan süt, qırmızı istiyot, bir qaşıq duz, qara istiyot. Biz istiyotlu xoşlayırıq dostlar. Buna istəsəz toyuq dadında ədviyyat da var, onu da qata bilərsiniz. Amma mən qatmayacağım. Çünki başqa tam verir. Uşaqlar xoşladılar, amma mən nədənsə bəyənmədim keçən dəfə. Yəni istəsəz buna hətta qalina blanka da qata bilərsiniz. Bir yumurta. İndi yaxşı-yaxşı qarışdıracağım. Ondan sonra ələnmiş un əlavə edəcəm. Və sizə göstərəcəm qatılığı necə olmalıdır. Hazırdır. Göstərim sizə necə olacaq. Baxın. Sanki piroq xəmiridir də. Sanki piroq xəmiridir. Nə çox qatıdır, nə də çox durudur. Yəni elə olmalıdır ki, döşəti, kəsdiklərim döşəti parçaların üzərində qalsın. Bu xəmir qalsın. Çünki biz duru yağda qızardacağıq ona görə. Sanki ət xəmirə bələnmiş olacaq. İsə qıraqda duzladığımız, istiyotladığımız, doğradığımız tikələri bax bu cür atırıq. Və tamı-tamına qarışdıracağıq ki, bir dənə də tikə xəmirsiz qalmasın. Salam dostlar, qoyuruq 5-6 saatlıq soyuducuya. Özünü tutsun, tamı-tamına qəşəngcənə, dadı bir-birinə qarışsın və sonra bol duru yağda, qaynar duru yağda qızardacağıq. Ardını sabı çəkəcəm. Deməli dostlar, un elədik. İndi bax, axşamdan demişdim axı saxlayacağım bir gecə. Və indi baxın, götürürəm və bax bunu bu cür unlayacağım hamısını. Amma unu sonra çırpacağım da. Çünki duru yağda istər-istəməz içdikcə qaralacaq duru yağda, hətta artıq yanmış dadı verəcək. Unladıq, bu cür dostlar çırpıb, indi duru yağı atacağıq. Biraz yanına qalxıb qızartıram, qızarmağa başladılar. Artıq hazırdır.